Salam, bu videoda mən sizlərə extensionun, yəni əlavənin işləyişini praktik olaraq izah edəcəm. Gördüyünüz bu sayt həmin bu izah üçün yaradılıb və sayt üzərində mən sizə praktik olaraq hər şeyi izah etməyə çalışacağam. Əlavənin məqsədi budur ki, istifadəçilər bir forum dolduran zaman həmin forumdakı sahələri dəfələrlə təkrar doldurma məcburiyyətində qalırlar. Bizim extension sizi tam olaraq bu məcburiyyətdən azad edir. Yəni, siz bir sahəni bir dəfə doldurursunuz və onu save edirsiniz. Yəni, yaddaşda saxlayırsınız. Növbət dəfə isə artıq birbaşa extension daxil olub oradan onu yükləyirsiniz. İndi mən sizə göstərim bunu necə eləmək olar. Gördüyünüz kimi burada böyük bir forum var. Və bu forumda ad, soyad, ata adı, finkod kimi bir çox sahə var. Bu sahələrdən misal üçün bu 4 sahəni dolduraq. Adı yazıram Abbas. Soyad hissəsinə Abbasov, ata adı hissəsinə Abbas, finkod hissəsində 7 rəqəm yazıram. Bunu etdikdən sonra tutaq ki, siz bunu dəfələrlə təkrar etməlisiniz də. Buna ehtiyac qalmır. Bunu bir dəfə edirsiniz belə. Daha sonra buradan daxil olursunuz extension'a. Sağ alt hissədə extension'ın butonu var. Basırsınız buna. Gördüyünüz kimi sizdən pin kod istəniləcək. Buna görə pin kod istənilirsə daxil olursunuz bura. Burada Valtar yazılır. Basırsınız üzərinə. Və burada pin kodunuzu daxil edin yazılır. Pin kod daxil edirsiniz və daxil ola basırsınız. Bunu etdikdən sonra artıq buradan girməyinizə ehtiyac yoxdur. Birbaşa buradan girə bilərsiniz butona basaraq. İndi biz burada məlumatlar yazmışıq. Ad, soyad, ata adı, finkod və s. Bunu etdikdən sonra bunu save etmək istəsəniz, burada save yeri var. Burada bir ad yazırsınız. Misal üçün buraya yazaq Abbas altdan xətt info və bunu saxlaya basıram. Saxlaya basanda avtomatik olaraq həm extensionda, həm də ki bizim kompüterin öz lokal diskində bu save olundu. Bunun səbəbi odur ki, əgər extensionda nəsə olsa, bizim lokal diskdə məlumatlar qalsın və təzədən yükləyə bilək. Onu da mən sizə göstərim. Fikir verin, burada lokalda bütün məlumatlar hamısı qalıb. Lazım oldu yükləyə bilərik. Onu da mən sizə göstərəcəm indi. İndi isə gəlin saytı yeniləyək. Fikir verin, buralar boşaldı. Tutaq ki, bunu yenidən yükləmək istəyirsiniz, yazmaq istəyirsiniz buralara və yazmaq üçün siz təbii ki, əllə yazmalısınız. Amma extension var deyə yükləyə bassaz avtomatik buralar doldurulacaq. İndi burada qısa məlumatlardır. Mən rahat olsun deyə ad, soyad kimi hissələrdə göstərdim. Amma siz bunu təbii ki, daha böyük, daha uzun cümlə yazılmalı yerlərdə tətbiq edə bilərsiniz. İndi tutaq ki, bu silinib, bu hissə silinib yoxdur. Bu zaman nə edəcəksiniz? Bayağı göstərdiyim kimi extension avtomatik olaraq bu məlumatları sizin yaddaşda da save edir. Gələcəksiniz burada parametrlər hissəsinə. Belə bir səhifə açılacaq. Burada fikir verin, bütün tapşırıqlar hissəsində import var, yəni daxil et. Basırsınız importa, valuta və backup var. Bunu seçib daxil edirsiniz. Import uğurlu oldu yazıldı sağ altda, bəlkə gördünüz. Bunu etdikdən sonra qaydırıq səhifəmizə. Gördüyünüz kimi Abbas info hələ də burada durur və sahələr avtomatik olaraq doldurulur. Bundan əlavə extensionun bəzi kiçik xüsusiyyətləri də var. Bu sizin sağlamlığınız üçün olan şeylərdir. Misal üçün müəyyən vaxtdan bir su içməyinizi, gözlərinizi qırpmağınızı, biraz çölə çıxıb gəzməyinizi və s. kimi məlumatları sizlərə xatırladır. Burada vaxtı da özünüz təyin edə bilirsiniz. Bu forumda izlədiyiniz üçün çox sağ olun.